Bir çox rayonlarda iyunun 12-sindən 17-sinə dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. Doğru Xəbər Azərbaycan bildirir ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. İndi isə sabahın havası ilə bağlı daha ətraflı. İyun ayının 12-sində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Temperatur gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq. Naxçıvan ərazisində sabah yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 24-27 dərəcə isti gözlənilir. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq. Ayrı-ayrı yerlərdə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Şimşək çaxacaq, dolu düşəcək. Dağətəyi və dağlıq rayonlarda yağıntılar bir qədər də intensivləşəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 17-21, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə isə 25-28 dərəcə isti olacaq.